Mən uşaqlar, bugünkü dərsimiz Amerikada 2-ci Dünya müharibəsindən sonra Amerikanın vəziyyətinə baxırıq. Bilirik ki, müharibədən qalib çıxan bir dövlətdir. Güclü bir dövlət kimi çıxıb, dollar imperiyası yaratmaq kimi bir ideyanın müəllifidir. Harry Truman'la qutarıb 2-ci Dünya müharibəsi. Müharibədən qalib dövlət çıxıb, ən varlı ölkədir. Demək olar ki, dünyanın yarıdan çoxunun qızılı bunun əlində idi. İqtisadi cəhətdən güclü bir dövlətdir. Nüvə silahına malik fövqal dövlətdir. Biri SSR-dir, biri budur. İqtisadiyyatı qəşəng də inkişaf eləyir. Harry Truman 1945-ci ildən 53-ə qədər hakimiyyətdə olub. Roosevelt vəfat eləyib Krım konferansından sonra. Bir Krım konferansı olub 45-in fevral ayında. Bu aprel ayında vəfat eləyib. Yəni Potsdamda bu yoxdur. Potsdamda da artıq Harry Truman'dir. Yeni xətt siyasətinin davamçısı idi. Yəni Rooseveltin davamçısıdır. Ədalətli xətt adı altında. Dövrü firavanlıq dövrü adlanır. Çünki əhali çox gözəl yaşayırdı, çox yaxşı yaşayırdı. Sığorta sistemi var idi, az təminatlı, yəni kasıb ailələrə ucuz evlər tikdirirdi. Əmək haqqları artırılmışdı. Taft-Hartley haqqında Taft-Hartley qanunu qəbul eləmişdi. Buna görə tətilləri qadağan eləmişdi 1947-ci ildə. 1947-ci ildə tətilləri qadağan eləmişdi. Belə bir qanun 1927-ci ildə İngiltərədə idi, mühafizəkarların dövründə. Truman doktorinası var idi. Türkiyə və Yunanistana SSR-nin gəlmə təhlükəsi var idi və Harry Truman belə bir doktorina, yəni hərbi sənəd imzaladı ki, SSR Yunanistan və Türkiyə hücum eləyərsə, qarşısında demək Amerikanı görmüş olar. Marshall planı var idi. Bilir ki, dünya iki hissəyə bölmüşdü SSR ilə Amerikanın arasında. Amerika öz payına düşən Avropa ölkələrinə dəstək olurdu. Əsas planı bilirsiniz nədir? Zor işlətməmək, totalitar qarşı durma, müharibə həddinə çatdırmaq. Yəni o özü zor işlətmirdi. Elə bir şərait yaradırdı ki, dövlətlər qoyurdu qarşı-qarşıya, müharibə həddinə çatdırırdı. Sonra özü üçün nə yaradırdı? Özü üçün Təhlükəsizlik Şurası yaradırdı, bir də Kəşfiyyat İdarəsi yaradırdı. Mərkəzi Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi. Yəni öz təhlükəsizliyini təmin edir, kəşfiyyat işlərlə məşğul olurdu. Rusiyaya qarşı siyasət yürüdürdü. Baxmayaq ki, 2-ci dünyada Rusiyanın dostu idi. 2-ci dünyadan sonra soyuq müharibədə Ruslan düşməndi. Bu proqramı da hazırlayan McCarthy idi. Yəni Rusa qarşı o əhalini kommunistlərlə qorxudurdu. Azad fikirli insanları sıxışdırırdı. Yəni kimsə Harry Truman'ı tanımayanda, onun əleyhinə çıxanda, azad fikir yürütmək istəyəndə qorxudurdu ki, yəni bizdən də təhlükəli bir Rusiya var. Yəni Rusiyanın əhalisini qorxutmuş olurdu. Və ona görə də Harry Truman'ın dövrü 1945-dən 53-ə qədər, Stalin də 53-də vəfat edib, bu da 53-ə qədər hakimiyyətdə olub. Dövrü yaxşı dövr kimi yadımızda qalır və dövrü atom diplomatiyası adlanır. Dövrü atom diplomatiyası. Məsələn, bir də gördüm, testdə üstə düşür ki, atom diplomatiyası siyasətini yürüdən hökmdara aid olanı göstərin. Hərənin, məsələn, yeni xətt deyəndə Roosevelt yadımıza düşürsə, atom diplomatiyası deyəndə də bu nəzərdə tutulur. Hətta demək ki, bunun üçün bir dənə əlavə kitablarda qeydimiz də odur ki, irqi ayrı seçkiliyi aradan qaldırmaq üçün tədbirlər həyata keçirmişdi. Hətta konstitusiyada bunu ləğv eləməyi təklif eləmişdi. Hara yazaq bunu ki, rahat olsun, sığorta, hətta deyirik ki, irqi ayrı seçkiliyi, irqi ayrı seçkilik. İrqi ayrı seçkilik var idi, bunu aradan qaldırmaq istəyirdi. Qara və ağdərli uşaqlar məktəbdə deyirdi, eyni yerdə irqi ayrı seçkiliyə qarşı idi. Sonra gəlir Eisenhower, bunu elə bir ki, biz öyrənmirik, qəbula düşmür bizim üçün deyənə, öyrənmirik. Bizə lazımdır John Kennedy. John Kennedy də deyəndə əsrin cinayəti ağlımıza gəlir.
əsrin cinayəti, çünki sui-qəsdlə öldürülən 3-cü prezidentdir, elə sonuncu belə deyək, ABŞ prezidentidir. Sui-qəsdlə öldürüləndən danışır. Birinci sui-qəsdlə öldürülən Abraham Lincoln idi 1865-də. İkincisi 1901-də McKinley'dir. Üçüncüsü də bu da 63-cü ildə. Hakimiyyət illəri 61-dən 63-dür. Proqramın adı Yeni Üfüqlər də deyə bilirik, Yeni Hüdudlar da deyə bilirik. SSR-ilə münasibətlərdə diqqətli idi. Hətta Kubaya 1962-ci ildə raketlərini yerləşdirmişdi bu. Bu da SSR-nin təbii ki dünya 2 dənə qütbə bölündüyü üçün mütləqdir ki biri harasa getdi, o biri də özünü çatdırır. Bu Kubaya raketlərini yerləşdirmişdi. 62-də Rusiya da buna cavab olaraq gətirdi. Orada öz raketlərini yerləşdirdi. Demək olar ki, böyük bir faciə baş verəcəkdi. Sonra bu çəkdi çıxartdı oradan John Kennedy. Bu da sakitliyə səbəb oldu. Rusiya da çəkildi, getdi. Bu da iri qeyri seçkiliyə qarşı idi. Dinc yolla həll elədi. Bax, Kubadakı vəziyyəti. Bu da dini ayrı seçkiliyə qarşı idi. Elə bil ki, onun köhnə fikirlər, yəni mühafizəkarlar və irqçilər ondan narazı idi. Hətta Mississippi və Alabama ştatlarına qoşun yeritmişdi. Niyə? Çünki oradakı tələbələr ağlar qaraları sıxışdırdı. 63-cü ildə Texasın Dallas şəhərində gedəndə öldürüldü. Əsas şüarı da o idi ki, düzdür, biz tutaq ki, yeni üfüqlər siyasəti deyə bilirik. Bir də qeyd edeyim ki, uşaqlar sizin üçün ilk katolik prezidentdir. İlk katolik kilsəsi, o birilər hamı prezident. Elə bir ki, o birilər hamısı demək olar ki, pravoslav kilsəsindən hesab olunur. Bu ilk katolik prezident hesab olunur. Həmçinin əsas şüarı da bu idi ki, ölkə sizin üçün nə edə biləcəyini deyil, siz ölkə üçün nə edə bilərsiniz. Ölkə sizin üçün deyil, bu təzə cümlələrdir. Sizin üçün deyil, siz ölkə üçün nə edə bilərsiniz? Siz ölkə üçün nə edə bilərsiniz? Bu da bunun demək olar ki, şüarı idi. Axır ki, sui-qəsdlə öldürüldü. Sonra uşaqlar, Lyndon Johnson. Lyndon Johnson John Kennedy'dən sonra hakimiyyətə gəlib. Vitse-prezident idi, bir müddət idarə elədi. Sonra da başladı, belə deyək, öz prosesini, öz işlərini həyata keçirməyə. Sonra nəyə eşidirik burada bunun üçün? Heç nə eşidəcək ki, Lyndon Johnson hər şeyin yaxşı olmasını istəyirdi. Əslində heç nə yaxşı olmadı. Səbəb də o idi ki, böyük cəmiyyət qurmaq istəyirdi əslində bu. Bu fikirləşirdi ki, bir gözəl dövlət quracaq, kasıbçılıq aradan qalxacaq, yoxsulluğa qarşı mübarizə elan eləmişdi. Vətəndaş haqlarının mübarizəsi öz əksini kasıblara tibbi xidmət göstəriləcəkdi. Sosializm, yəni Rusun alternativ bir cəmiyyət yaratma arzusunda idi, Rus kimi. Lyndon Johnson deyirdi ki, yoxsulluqla mübarizə aparacağım, bütün problemlərə həllini aradan qaldıracağım, sosializm alternativi adlı bir cəmiyyət quracağım. Yəni Rusun bu siyasətindən xoşu gəlirdi. Deyirdi, elə bir cəmiyyət quracağım. Lakin Vyetnam müharibəsi başladı. 65-ci ildə onun bu arzusunu ürəyində qoydu. Mühacirət haqqında qanunu təxirə salındı. Martin Luther King bu qara dərili idi. Deyirdi ki, arzum budur ki, qulların oğulları ilə quldarların oğulları bir gün, demək, Georginiyanın, ABŞ-ın bir ərazisi, Qızıl təpələrində qardaşlıq süfrəsi arxasında birgə oturmaq imkanı əldə eləsinlər. Bunu Martin Luther King deyirdi. Açar sözdür, yadınıza saxlayın, deyirdi. Arzum odur ki, bir gün qulların oğlu ilə quldarların oğlu eyni süfrə arxasında otursunlar. Və onun bu ideyaları da 1968-ci ilə aiddir. 1968-ci ilə aiddir.
ki arzulu ürəyində qalıb, həyata keçirə bilməyib də, yəni Vyetnam müharibəsinə görə. İsrailin tərəfini tuturdu. Yaxın Şərq münaqişəsində İsrail-Fələstin müharibəsi gedirdi. İsrailin tərəfini tutub həmişə böyük cəmiyyət İsrailin tərəfini tuturdu. Fələstin-İsrail müharibəsində İsrailin tərəfini tuturdu. Zaten Fələstini dəstəkləyən Rusiya idi. Bu İsraili dəstəkləyirdi. Növbəti bir prezidentimiz isə Richard Nixon'dur. Respublikaçı partiyasındandır. Yeni iqtisadi siyasət adlı bir islahat keçirib 71-ci ildə. Rusiya kimi repressiyalara önəm verirdi. Amma yaxşı bir prezident olmayıb, impeachment siyasətin qarşısında qalmasın deyən istefaya gedib, impeachment etimadsızlığı, yəni öz hörmətini artıq itirirdi. Öz hörmətini itirməsin deyənəm, yəni itirdi yox ha, itirməsin deyənəm istefaya getdi. Bunun dövründə Vyetnam müharibəsi dayandı. O birinin dövründə başlasa da, bunun dövründə dayanmış oldu Vyetnam müharibəsi. Lyndon Johnson'un dövründə başlayıb, Richard Nixon'un dövründə isə qurtarmışdı. Amma o Watergate əhvalatı var bunun dövründə. O dinləmə qulaq asmışdı. Demokratların vədlərini çıxıb əhaliyə demişdi. Təqaüd sistemini artırıb, nə bilim, ümumiyyətlə ABŞ prezidentlərinin hamısı yaxşı işlər edib deyəni tək-tək onların adını yazmırıq da. Əsas məsələləri yazırıq ki, hansı addımları atıblar. Xarici siyasətdə böyük dəyişiklik eləyib, SSR-dən danışıqlara başlayıb. Bir dənə onu təzə cümlə kimi yazaq. SSR-dən danışıqlara başlayıb. Bu da bir deyək də. Zaten onun siyasətinə önəm verdiyi üçün bilirik ki, nəyi necə eləmək lazımdır. Sonra nələrimiz var burada? Vyetnam müharibəsi bitir uşaqlar. 1973'tü qoy deyim. 65'də başlayıb 1973-cü ildə tutarıb razılığa gəliblər Amerikanın məğlubiyyəti ilə. Yəni impeachmentdən uşaqlar, impeachment siyasət, etimadsızlıqdır. Yəni bu etimadsızlığı görməyib ha, görməsin deyən elə istefa verib. Böhran dövrüdür, yəni bu qədər özbaşınalıq böhrana səbəb oldu. Bu Gerald Ford'dur, bu da sizə lazım deyil. İlk prezidentdir ki, təyin olunandı. Gəlirik Jimmy Carter'də həmçinin ümumiyyətlə heç düşmüşsə. Ronald Reagan'la danışacağıq. 81-89. Özünə məxsus siyasəti var, ekonomika. Yəni özəlləşmə. Yeni xəttə qarşı idi. Yeni xətt deyirdi ki, hər şeyə dövlət nəzarətləsin, bu əksinə. Deyirdi ki, hər şey özəl olsun. Niyə? Hər şey dövlət nəzarətləməlidir. Bir ekonomikaya əsasən dövlətin xərcləri azaldıldı, yəni dövlətin pul xərcləməyi azaldı. Bir də vergilər də azaldıb, təbii ki, vəziyyəti yaxşılaşdırılsın. Xüsusi sahibkarlığa önəm verib, dövlət özü güclü dövlətdir. Hər şeyin üzərində nəzarəti ləğv edib, hətta neftin belə üstündə nəzarəti ləğv edib. Az təminatlı ailələri vergidən azad edib. Məsələn, burada Harry Truman biz eşitdik ki, az təminatlı ailələr üçün ev tikdirib. Bu isə az təminatlı ailələri vergidən azad edib. Özünüz qeyd eləyərsiniz. Mən də bura qeyd eləyəcəm. Az təminatlı ailələri vergilərdən azad eləmişdi. İlk telefon, ilk kompüter məhz bunun üçün hazırlanıb. 81'də kompüter, 83'də telefon. Ulduzlar müharibəsi 85-88. 1983-cü ildə bu istəyir ki, kosmosda raketlərini yerləşdirsin, oradan vursun. Deməli, SSR-ni. Amma 1986-cı ildə SSR Ukraynada, Çernobılda atom sınaqdan keçirəndə Çernobılı viran günə qoydu. ABŞ da qorxuya düşərək 87'də silahların məhdudlaşdırılması haqqında qanun qəbul elədi ki, yəni silah söhbətini yığışdıraq. Ulduzlar müharibəsinə son qoyaq. Eləcə də razılaşdılar, Ulduzlar müharibəsinə də son qoyulmuş oldu.
George Bush, bu ata George Bush'dur. Ata George Bush 89'dan 93'e kadar respublikaçıdır. Reagan'ın davamçısıdır. Panamaya qoşun yeridib. Qoşun çıxarıb Panamaya. Panama yəqin ki yerini bilirsiniz. Soğuq müharibəyə son qoyub. Körfəz müharibəsi olub. Səhrada tufan da deyirlər buna. Söhbət İranda, İraqdan gedir. Səhrada tufan. Gedib İranla İraq dalaşırdı. Onların məsələsinə müdaxilə edib, susturub onları. Əsas diqqətini hərbə yönəltdiyi üçün iqtisadiyyat zəifləyib. Bill Clinton bu üçüncü yol. Birinci yol yeni xətti Roosevelt. İkinci yol Hal Truman də ədalətli xətt. Üçüncü yol bunundur. 60-cı illərin liberalizmi idi. Və deyirdi ki, hər şey dövlət nəzarət eləsin. Bill Clinton deyirdi ki, demokrat idi özü. Yəni respublikaçı deyildi. Amma deyirdi ki, zaten Franklin Roosevelt də demokrat idi. Deyirdi ki, hər şeyə dövlət özü nəzarət eləməlidir. Yaxın Şərqdə münasibətləri tənzimlədə ən uğurlu yəni adam olub. Keçirəm oğul George Bush'a. Ata George Bush'un İranda törətdiyi hadisələr oğul George Bush'un başında partladı. Saddam Hüseyin oğul George Bush hakimiyyətə gələn kimi terror törətdi. 11 sentyabr hadisələrini törətdi. Bu da atası kimi əsas diqqətini hərbə yönəltdiyi üçün iqtisadiyyat qalıb qıraqda. 2001-ci ildə Əfqanistana, 2003-də də İraqa qoşun yeridiblər. Saddam Hüseyni axtarmaq üçün. Elə bir ki, Əfqanistanda Taliban hərəkatı var idi. İraqda da Saddam Hüseyin. İraqdakı Saddam Hüseyin rejimini devirdilər. Və belə deyək, terrorizmin qarşısını almağa çalışdılar. Amma bu naborotlarca terrorizmi gücləndirdi. Sonra gətirik Barack Obama. Atası müsəlman idi. Barack Hüseyin Obama deyirlər buna. O deyirdi, mən dəyişikliklərə inanıram. Ona dedilər ki, qaradan prezident olur. Bu deyirdi ki, mən dəyişikliklərə inanıram. Eləcə də bu gələndə də oğul George Bush ölkənin bir an günə qoyduğu üçün iqtisadiyyata yardım planı hazırlamışdı. Ölkəni böhrandan çıxarmağa çalışırdı. İlk növbədə iqtisadi böhran nəticələrini aradan qaldırmaq istəyirdi. Amma lakin növbəti seçkilərdə seçilməyib. Barack Obama İraqdan qoşunlarının çəkib çıxarıb ki, ehtiyac yoxdur, amma Əfqanistanı saxlayıb. Qoşun naborot, yəni gücləndirib hətta orada. Donald Trump'a keçirik. Donald Trump 2017'de 2 dəfə prezident oldu da. 2017'den 2021'e respublikaçı idi. İran, Şimali Koreya, Rusiya ilə yaxın idi. Müharibələrə qarşı idi. Kuliç kimi. Mühacirlərə qarşı daha doğrusu Kuliç kimi xaricdə kimlərin ölkəsinə gəlməsinə qarşı idi. Bu sosial islahatın, əhalinin güzəranın yaxşılaşdırılmasıdır. Bu demək olar ki, bütün prezidentlərə aiddir. Və eləcə də Trump'a. Sonra gəlib Joe Biden. 2021'dən 2025'e qədər Joe Biden prezidentdir. Demokratdır. Elə Trump respublikası idi, Barack Obama kimi. Təbii ki, indi bu demokratsa respublikaçı əleyhinə olacaq. Rus-Ukrayna müharibəsində əgər Trump Rusiyanı dəstəkləyirsə, bu Ukraynanı dəstəkləyirdi. Sonra 2024-cü ildən də yenə də Trump seçildi.